Əgər yaxşı bir maliyyə davranışına sahib olan birisinizsə və pulun idarə olunmasıyla bağlı yaxşı məlumatlısınızsa, fövqəladə bir vəziyyətlərdə ehtiyat fonduna malik olursunuz. Ehtiyat fonduna bağlı bir neçə dəfə video paylaşmışam ki, hər kəsin ehtiyat fondu mütləq olmalıdır. Maaş kartınıza oturan kimi dərhal xərcləmirsiniz. Onun bir hissəsini mütləq yığma yönləndirirsiniz. Daha sonra da aylıq xərclərinizə uyğun olaraq kateqoriyalar bölürsünüz. Buna görə də bədxərc olmursunuz. Kredi kartından istifadə eləmədiyinizə görə çox stressiz bir həyat yaşayırsınız. Ən azı kreditlə bağlı hissəsində. Səhmlər düşərkən narahat olmurlar, çünki bilirlər ki, səhmlər düşən vaxt ən ideal vaxt elə onları almaqdır. Səhmlər bahalaşanda da çox rahat yata bilirsiniz. Özünü artıran bir portfolyoya sahib olursunuz. Bu da ən idealı səhm alıb onun artışını izləmək və aydan aya, ildən ilə onun ümumi büdcəsini artmağını izləyirsiniz. Yəni səhm alış-verişi uzun müddətli perspektivdə çox yaxşı gəlir gətirən bir modeldir. Depozitə aid misalən 10%, 12% gəlir qazanacağınız halda səhmlərdən 20%-dən yuxarı qazana bilərsiniz, amma səhm alışı çox riskli bir əməliyyatdır. Başı çıxan, bazar araşdırması yaxşı olan, riskləri nəzərə alan və həmçinin o pulu itirməyə razı olan insanların bir ortaq xüsusiyyətidir bu. Bu videonun da pulun idarə olunması, eləcə də maliyyə davranışlarını yaxşı səviyyəyə qaldırmaq istəyən dostlarınıza göndərin ki, onlar da bilsinlər və faydalansınlar.